Time'in süni intellekt platforması olan Mr. Time'i abunə olmamışdan öncə ödənişsiz sınaya bilərsiniz. Bunun üçün Time Edu AI saytına daxil olursunuz, ödənişsiz sınav hissəsinə keçid edirsiniz. Əgər qeydiyyatınız varsa, giriş hissəsinə daxil olun. Yox, qeydiyyatınız yoxdursa, bu zaman qeydiyyat üçün lazım olan xanaları doldurub qeydiyyatınızı tamamlayın. Bundan sonra platformadan ödənişsiz şəkildə istifadə edə bilərsiniz. Metodika bölməsinə keçid edirsiniz, sizin üçün aktiv edilən mövzuya daxil olursunuz. Daxil olduqda qarşınıza 3 mərhələ çıxacaq. Öyrənmə prosesi, öyrənmənin dəyərləndirilməsi və mövzu sınağı. Öyrənmə prosesi öyrənmənin baş verməsi üçün nəzərdə tutulub, burada video izah və Mr. Time ilə chatbot yer alır. Siz ilk öncə video izaha baxırsınız, mövzunu öyrənirsiniz. Hansısa sual qaranlıq qalıbsa, əlavə izaha ehtiyacınız varsa, bu zaman chatbot bölməsində Mr. Time-ə sualınızı ünvanlayırsınız. Mr. Time hər bir detalı sizə aydınlaşdırır, aydın şəkildə sadə dildə izah verir. Ta ki siz öyrənənə qədər. Öyrənmə prosesini yekunlaşdırdıqdan sonra ikinci mərhələ olan öyrənmənin dəyərləndirilməsi hissəsinə daxil olursunuz. Öyrənmənin dəyərləndirilməsi hissəsi mövzu ilə bağlı öyrənmə prosesinizin davamı hesab olunur. Burada siz qaydalarla tanış olduqdan sonra testlərə keçid edirsiniz. 10 test sizə təqdim olunacaq. Hər bir test tək-tək təqdim olunur. Testdə verdiyiniz cavabın doğru və ya yanlış olmasından asılı olmayaraq hər bir cavab variantı izah edilir. Bu da öyrənmə prosesində effektiv hesab edilir. Əgər suala səhv cavab versəniz, Mr. Time sizdən əlavə izaha ehtiyacınızın olub-olmadığını, izahın aydın olub-olmadığını soruşur. Əgər izah aydındırsa, bəli yazıb və yaxud da aydın yazıb növbəti sualı istəyə bilərsiniz. Yox, suala doğru cavab vermisinizsə, Mr. Time özü sizə növbəti sualı təqdim edəcək. Öyrənmənin dəyərləndirilməsi hissəsi yekunlaşdıqdan sonra hazırlıq prosesinin 3-cü mərhələsinə keçid edirsiniz. Bu isə mövzu sınağı hissəsidir. Qaydalarla tanış olduqdan sonra mövzu sınağı ilə bağlı sizə 20 test tapşırığı təqdim olunur. Sualların 20'sini də cavablandırdıqdan sonra nəticəni yoxla hissəsinə klik edin. Sizin nəticələriniz təhlil ediləcək və fərdi olaraq sizə rəy bildiriləcək. Hansı ki bu rəydə sizin güclü tərəfləriniz, eyni zamanda zəif tərəfləriniz, yəni inkişafa ehtiyacınız olan tərəflər qeyd ediləcək. Buradan çıxış edərək siz öyrənmə prosesinə geri qayıda, testi yenidən başladıb işlədə və yaxud da ki növbəti mərhələyə keçid edə bilərsiniz. Süni intellekt platformamızla bağlı əlavə sualınız yaranarsa və yaxud da ki dəstəyə ehtiyacınız olarsa bizə müraciət edin.